Değerli Madridistalar, Trent Alexander-Arnold Real Madrid'in futbolcusudur. Artıq bu rəsmidir. Onunla 5 və yaxud 6 illik müqavilə imzalanacaq. Trent'in Real Madrid'də məvacibi illik 8 milyon avro olacaq və istərəm ki, bu keçidlə bağlı öz fikirlərinizi şərh bölməsində həmişə olduğu kimi yazasınız və videoya like qoymağı da unutmayın. Sizcə Trent Real Madrid'ə faydalı ola biləcəyimi? Ümumilikdə Xabi Alonsonun sistemində özünü doğrulda biləcəkmi? Bu barədə sizin fikirlərinizi gözləyirəm. Mən isə xatırlatmaq istəyirəm ki, Liverpoolda çıxış etdiyi müddət ərzində Trent Çempionlar Liqası, İngiltərə Premier Liqası, FA Kuboku, Liga Kuboku, UEFA Super Kuboku və klublar arası dünya çempionatında qələbə qazanıb. Liverpool Akademiyasının yetirməsi olaraq tədricən əsas heyətə cəlb olunub və bu komandanın unudulmaz oyuncularından biri olaraq Liverpoolu tərk edib. Bu oyuncunun Real Madrid'ə gəlişi barədə sizin fikirləriniz necədir? Onları gözləyirəm.